Salam, xoş gördük hamınızı. Sabahınız xeyir. İndi səhərdir. Oyanmışam. Hamıdan qabaq oyandım ki, qızlar ürəkləri belə düyü kaşası istəmişdi. Neçə vaxtdır bişirmirdim. Elə ürəklər istədi ki, mama bundan bişir səhər, ona görə dedim səhər duran kimi bişirim. Onsuz da məktəbə də getmirlər, kanikulda evdədirlər. Elə bişirim, nə vaxt oyansalar yesinlər. İndi bilmirəm Sara yeyəcək ya yox. Sara məsələn bağçada yeyir. Bağçada belə kaşaları yeyir. İndi bilmirəm evdə yeyəcək yoxsa yox. İnşallah ki yeyər. Birazdan onu da oyadacağım ki hazırlaşsın, bağçaya getsin. Bayaqlarım belə altını azaltdım, işim var idi, getmişdim. Bunun altını azaltdım, getdim. İndi ona görə belə düyülər biraz bir-birinə yapışıqlar, onları istəyirəm. Açım. Buradadır. Belə. Çayniki də qoymuşam, dəmalsın, çay dəmliyim. Burada da belə lobya axşamdan qoymuşuq istağa. Hələ suyunu neçə dəfə dəyişmişik, yenə də belə suyuna rəngi çıxır. Deyirlər lobyanı, noxudu, nəysə də belə istağa qoyanda tez-tez suyunu dəyişmək lazımdır ki, o ki adama köp verir bunlar. Noxuddur, lobyadır. Bunun suyunu tez-tez dəyişəndə o elə bir ki, o köp verən nədirsə hamısı sunan gedir. Adama elə də köp vermirlər bunlar. Belə. Axşamdan da uşaqlar bunu işlədiblər. Elə təzəsi inşallah gələndə də 1-3-4 günə gələsidir. Təzəsi gələndə də düşünürəm ki, yenə də bunu verim uşaqlara eləsinlər. Çünki onu istəmirəm hər dəfə, o yekədir də, o məncə bundan da yekədir, belə yekə bir şeydir. Hər dəfə onu işlədib qırarlar. Ona görə elə yenə də bunu verəcəm ona. Bu qaralarda, bu mən deyirəm də, bu məndən də yekədir. Hardasa bunun 40 neçə yaşı var. Ona görə bu qaralar getmir. Neynəmişim, sürtmüşəm. Hətta bir dəfə nətəri sürtdüm. Su çox dəymişdi. Toka taxanda tok belə atdı şötçükdən. Ona görə elə belə dəmirlə sürtürəm, üstündən də əski ilə silirəm. Amma bunlar illərin o, bilmirəm nə idi də. Mama bunda veçin, biz balaca onda trubuçka pişirirdi. Bizə tez-tez pişirirdi. O belə eləyirlər, arasına da krem qoyurlar ondan. İndi də biz bunu çörək üçün işlədirik. Uşaqlar üçü də xoşlayırlar bundan. Belə içinə çörək qoyub isidib yeyirlər. Suyumu da hazır butulkamı qoymuşam ki, bugün yenə su içəcəm. Suyumu doldurum hazır olsun. Gündə 2 litr içirəm. Yəni çətinlik də çəkmirəm. Deyirdilər ki, qışda çətin olur o 2 litr içmək. Yayda 3 litr içmək lazımdır, qışda 2 litr. Amma mən heç bir çətinlik çəkmirəm. Əksinə çox da rahat, elə bir ki, ürəyim istəyir onu. Neçə vaxt içməmişəm deyə su. İndi elə bir ürəyim istəyir o suyu. Suyum da hazır. Səhər də onsuz da bu su heç bunu qoydum burada hazır dursun. Səhər də buradan çaşkamı götürüm. Özümə bir çaşka süzüm. Yavaş-yavaş işimi gördükcə qurtum içəcəm. Ondan sonra artıq səhər yeməyini yemək olar. İndi də hələ ki hava qaranlıqdır. Heç işıqlaşmayıbdır. Belə çöl görsənmir, necə qaranlıqdırsa. Oradan bir dənə çölün işığı görsənir. Orada çölün işığıdır, bu ağacımızdır, görsənir yolkamız. Evin qabağında yolkaları var da. Amma hava hələ ki qaranlıqdır, gördüyünüz kimi. Hələ 8-ə qalıb. Elə işlərimi görüm, başlayayım. Bu çörəyin qazandı, çörəyi həmişə bura qoyuruq. İndi bu qalıbdı axşamdan bir dənə eləcə. Çörəyin qabını da, qazanını da yuvum ki, indi təzə çörək alınanda təzə qazana qoyaq, yoxsa o dibində qalanlar hamısı təzə çörəyi də kifləndirərlər. Səhər uca qablar yığıldılar. Elədim də, o düyünü bişirdim, bu düyünü bişirdim. Ona görə belə düyünü bunda yudum, süd də bu qabdaydı deyə uca bu qədər qabım çıxdı. Bu qazanı da qoyum bura, bunu da yuyacam indi. Belə uşaqlar oyanana kimi
işlərimdən görün biraz. Kaşamız da hazırdır. Uşaqlar da oyandılar. Şükür yedilər. Sara da yedi. Düz elə də yaxşı yemədi, amma yenə də yedi. Qızlara da indi çəkdim. Lobiyanı da qoydum burada belə bişsin. Ərişdə eləyəcəyik. Hava da soyuqdur. Hava da açılıb, sizə göstərim necədir. Belədir. Düzdür, yağış falan yoxdur, amma yenə də soyuqdur. Məliki də darçın işlədir. Belə bu kaşaya xoşlayır darçını. Amma Rəna elə belə yeyir. Uşaqların da oyanıblar deyə pəncərələrini açım. Otaqlarında hava dəyişsin. Qış olanda necə pis olur, ağaclara falan baxın, heç yaşıllıq da yoxdur deyə pis görsənir. Belə pastillərini də biraz belə eləyim ki, hava vursun. Mən də indi keçim. Buradakı pəncərəni də açım. Bizim otağı da açım ki, çünki uşaqlar yatırdı deyə açmırdım ki, onlara soyuq olmasın. Belə pastillər də dəyişdim, amma necə eləyəcəm, necə yuyacam bilmirəm. Çünki hava soyuqdur, yuyub bunu qurutmaq hələ ki çətindir. Ona görə hamısını yığmışam burada. Burada yığmışam bütün pastilləri belə qoymuşam bura ki, görüm indi nə vaxtsa hava açılsın, sabaha açılmalıdır. Açılsa sabah inşallah səhər tez yuyub sərərəm ki, qurusunlar. İnşallah. Gəlmişəm soğan götürəm. Soğanı belə bükmüşük ki, don vurmasın da. Bura soyuqdur, sarayda qoyuruq. Soyuqdur deyə belə bükmüşük. Amma ki, bu havada, soyuqda hələ nə qədərini təmizləyib yığmışam. Baxın necə cücərir soğan. Belə havada soğan cücərər heç. Buradan nə qədərini hələ yığdım ki, xarab olmasın da. Lap çox cücərəndə xarab olub deyə ikincisini də tapdım. Belə cücərir. Bilmirəm niyə. Əslində soyuq havada da, bu soyuq havada cücərməz. İndi bilmirəm niyə də cücərir belə. Biz həmişə belə alırıq şokla. Sonra belə yaşiklərə yığıb qoyuruq. Burada lazım olduqca işlədirik. Çünki hər dəfə biraz gedib alınmır. Belə hamısından yaxşı belə çoxlu al, qoy. Sonra da yavaş-yavaş işlət. Birinci balacalardan seçib götürürəm. Sonra onlar tutaranda yekələrdən yığacam. Sizdə də soğan cücərir belə havada. Yəni mən görməmişdim düzünü deyim ki, soyuqda soğan cücərsin. İstili havalarda artıq martdan, aprildən başlayır da cücərməyə. Amma dekabrda, yanvarda soğanın cücərməyi mən birinci dəfədir görürəm. Hələ ki bu qədər bəsdir. Bunu götürüm. Üstündə təzədən yaxşı bükürüm ki, don vurmasın. Düz elə də don olmur əslində. Hələ ki elə bir don olmur. Arada biraz oldu. O da lap da elə çox olmadı. Daha az oldu. Qabaqlar yaman çox donla keçirdi. Hava Göygöldə buz olurdu hər yer. İndi bu neçə ildir heç düzəməlli qar da yağmır. Elə belə biraz. Hazırdır bu. Dursun belə. Don vurmasın bunu, soyuq olmasın. Və bu da günün sonu. Gəlmişəm saran götürüm bağçadan. Əsas odur. Çupa-çupsu götürmüşəm. Çupa-çupsuz Sara gəlmir. Yoxsa ki gedir o oyun şeyində, meydançasında oynamaq istəyir. Ona görə ona çupa-çups hər dəfə götürürüm. Sara da yenə qaçmaq istəyirdi. O qorkada oynamağa çupa-çups elə verdim, gördü. Şükür razılaşdı ki, çupa-çupsla evə getsin, qorkada oynamasın. Cümə günü axşam tosterimizi də gətirdilər. Elə axşam saat 10-un yarısı olardı. Zəng vurdular ki, gətiririk. Bir həftə 10 gün demişlər, amma 6 günə gətirdilər.
Biz də belə açdıq. Elə açanda dedim sizin üçün də göstərəm, çünki kommentdə də soruşan olmuşdu ki, bəs necə oldu, gəldimi, nətər oldu? Çünki almaq istəyənlər də var. Ona görə sizin üçün də ətraflı çəkdim ki, necə gəldi, nətər idi. Belə çox səliqəli gəldi korobkasında. Hər şey də yaxşı idi. Açdıq. Sizə hər şeyini də mən indi göstərəcəm necədir. Çox yaxşı ızqaradır. Çox xoşum gəldi toster. De ızqara düzün deyim deyə bilmirəm. Yeni öyrənmişəm ki, bunun adı ızqaradır. Biz buna toster demişik həmişə. Orada alanda da deyirdik ki, toster, deyirlər ki, ızqara. Deyirdik ki, ızqara, deyirlər ki, ızqara nədir ki? Çox adam heç bilmir, heç mən də bilmirdim də, yeni öyrəndim. Elə bunu almaq istəyəndə öyrəndik ki, bu adı ızqaradır. Belə də başlıqları var, 3 cür başlığı var. Bu vafli bişirmək üçün başlığıdır. Başlıqlarını dəyişmək olur. Əslində mən bunu almaq fikrim yox idi. Deyirdim ki, ondansa daha vacibli nəyisə alaq. Amma yoldaşım istədi ki, bundan alaq. Neçə vaxt istəyirdi. Yaxşı ki də almışıq. Çox bəyəndim, çox razı qaldım. Bu da o birisi başlığıdır. Bunun da içində ət qızartmaq olar, kartuşka, badımcan, nə olsa belə qoyub qızartmaq olar. Üçüncü başlıqda elə üstündə idi. O düzdür. Onda da nəyisə qızartmaq olar və beləcə taxıb çıxartmaq olur, başlıqlarını dəyişmək olur. Yoldaşım burada başa salır ki, necə eləmək lazımdır. Bu başlıqlarda yumaq olmaz, ancaq silmək olar. Ona görə düşünmüşəm ki, vafelniçanın içinə yox, amma belə ət qızartanın içinə, bunun içinə fikirləşmişəm ki, yağlı kağız qoyun bişirim ki, çox bulanmasın, çox yağ olmasın, siləndə də asan olsun. Burada da artıq toka taxmışıq, isinməyini gözləyirik, baxırıq görək nəyi necə eləməliyik. Burada dərəcəsi, vaxtı artırır, bu dərəcəni artırır. Bunlar da altının, üstünün dərəcəsidir. Altına neçə dərəcə qoymaq istəyirik, üstünü neçə dərəcə qoymaq istəyirik, özümüz müəyyən eləyirik və vaxtını da qoyuruq ki, bu qədər vaxtda bişirsin. Bugünlük də bu qədər. İnşallah gəlin vloqlarda görüşənədək sağ ol.